Salam, hər vaxtınız xeyir olsun. Öskürəklə bağlı Humay xanımla deməli bundan əvvəlki videoları biz çəkdik. Siz baxmısınız, yenə suallar yazmısınız aşağıda. Zəhmət olmasa bu videonun da altına öz suallarınızı yazarsınız. Videonu like eləyin, ürək işarəsi var, onun üzərinə basın və öskürək problemi keçməyən, öskürək, bəlğəmli öskürək problemi olan adamlara videonu göndərin və mən suallarınızı Humay xanıma indi ünvanı yazacağım. Söhbət təbii ki, terbrafen siropdan gedir, şəhərin bütün apteklərindən ala bilərsiniz. Qiyməti 8 manat 40 qəpidir və skrin eləyin, göstərən apteklərə sizə verəcəklər. İndi doktor siz də salamlayın, zəhmət olmasa. Bir də ki, əvvəlki videolarda irad tuturlar ki, doktor çox hastadan danışır biraz. Deməli, terbrafenin digər öskürək siroplarından fərqi nədir? Bunu bilmək istəyirik. Çox gözəl sualdır əslində. Əslində öskürək siropları özləri də bir neçə qrupa bölünür. Bunların içərisində quru öskürək üçün başqa preparatlar var, bəlğəmli öskürəklər üçün başqa preparatlar var. Nəzərə almaq lazımdır ki, insanlara hər iki növ əziyyət verə bilər. Amma terbrafenə dair gəlincə isə söhbət gedir uzun müddət davam edən, əziyyət verən, qatı, çətin xaric olunan, bəlğəmi olan və çox önəmli bir moment bronxospazm, yəni bronx daralmasının, bronx tutulması doğru dildə deyilən komponentlə müşahidə olunan öskürəklərdən. Bax, haqqında siz dediniz, uzun müddət davam edir, bəlğəmi çıxara bilmir, o qədər deyil öskürür bəzən ki, hətta döş qəfəsinin əzələləri başlayır ağrımağa. Yəni, bu momentlərdə preparatın içərisində bronxları genəldən bir maddənin olması çox gözəl üstünlükdür. Bronxlar genişləndiyi zaman qatı ya duru bəlğəm artıq fərq etməz, daha rahatlıqla xaric olur. İnsanın bronxları öskürək nəticəsində drenaj baş verir, yəni təmizlənir, nəfəs alma bərpa olunur və insana əziyyət verən o simptom, əlamət aradan qalxır. Yəni Fərqi odur ki, terbrafenin tərkibindən bronxları genişləndirən, bronx tutulmasını aradan qaldıran maddə var. Bir də ki, bronxlar hansı formada genişlənir, yəni necə olur ki, bronx genişlənir və o boğulma məsələsi var, öskürən vaxtı, hətta bəzi adamlar danışanda da onları öskürək tutur, onlar boğulmağa başlayırlar, həyəcan keçirdəndə və s. müxtəlif vəziyyətlərin nəticəsində onlarda öskürək və həmin öskürək də bir neçə saniyə davam edir, normal adamların öskürəyindən fərqli olaraq və o adamlarda artıq boğulmalar başlayır. Ümumiyyətlə bu mövzuda da. Əslində boğulma dediyimiz çox şaxəli, çox yönlü bir momentlərdir. Boğulmanın nədən ibarət olduğunu dəqiq bilmək lazımdır. Burada tənginəfəslik ola bilər, hansı ki, tənginəfəslik səbəbində təkcə bronx akciğer xəstəlikləri deyil, həm də ürək xəstəlikləri var. Bugün terbrafen çünki söhbət yalnız bronxların xəstəliklərindən gedir. Bronxlar da adətən biz bilirik ki, virus nəticəsində zədələnir. Biz yanılmıramsa keçən söhbətimizdə astma haqqında danışmışdıq. Astma tamam ayrı mövzudur. Bronxların daralması isə daha çox yaranır ya ailədə artıq dediyimiz kimi və ya özündə şəxsin allergiyaya meyil olan bir pasientlərdə, hansılarda ki, bronxlar hiperhəssasdır. Onlar kənardan gələn hansı qıcıqlandırıcı təsirindən daralır. Belə olan pasientlərdə terbrafenin tərkibindəki maddənin təsiri nəticəsində bronxların saya zərərləri boşalır, genişlənir və elə olacağı təqdirdə yığılmış ya iltihabi, ya qeyri-iltihabi, bəlğəm, eksudat, sekretmi deyək, rahatlıqla xaric olur və boğulma dediyimiz öskürək tutması aradan qalxır. Amma yenə də mən tövsiyə edirdim ki, boğulmanın səbəbini tam bilmək üçün həkim müayinəsindən keçilsin. Nəzərə alın ki, bu tip preparatlar, ümumiyyətlə öskürək eləyən preparatların böyük əksəriyyəti ancaq simptomatik, qısa müddətli, məsələn 3 gün, 4 gün boyunca təyinat verilə bilər. Əgər bunlardan sonra öskürək problemi, boğulma tutmaları keçmirsə, artıq mütləq surətdə həkimə müraciət olunmalıdır. Baxmayaraq ki, terbrafen reseptsiz satılır, yenə də üzərində pasientin həkim müayinəsi, həkim nəzarəti olarsa daha yaxşı olar. Sizin suallarınız bu qədər idi və videonun vaxtı, əslində bu qədər deyil təbii ki də, amma bu video üçün bu qədərdir və yenə suallarınızı yazın. Dediyim kimi, videonu bağça və məktəb valideyn qruplarına göndərin, valideynlər də baxsınlar, onlara uşaqlarında olan problemlər, özlərində olan problemlərlə bağlı məlumat almış olarlar həm də və videonu like eləyin, fikirlərinizi mütləq şəkildə videonun altından yazın. Növbəti videolarda görüşənə qədər də özünüzə çox yaxşı baxın, sağ olun, təbii.